Salam, hər birinizi xoş gördük. Mən ingilis dili müəllimi Həcər. Bugün sizə 2025-ci ilin 9 illik dim toplusundan 4-cü mətnin izahına baxacağıq. Əvvəlcə tərcümə eləyək, daha sonra keçək suallara. There are interesting facts about elephants and their lifestyle. Deyir ki, fillər və onların həyat tərzi ilə bağlı maraqlı faktlar var. The elephants are the world's largest land mammals. Fillər dünyanın ən böyük quru məməliləridir. Elephants live in groups of 6-20 elephants, and in this group is guided by an older female leader called a matriarch, a woman who is the head of a family or a social group. Deməli, burada deyir ki, fillər qrup şəklində 6-20 fildən ibarət qruplarda yaşayırlar və bu qrup guided by, yəni bələdçilik edilir, idarə olunur. Older female, yəni yaşlı, böyük, dişi lider tərəfindən, yəni matriarx adlı böyük, yaşlı, dişi lider tərəfindən idarə olunur. As the leader, a matriarch makes all the decisions for the group, including what to eat, where to sleep, and where to go. As the leader, yəni ki, bir lider olaraq, matriarx, yəni o dişi fil, bütün qərarları qrup üçün özü verir. Nə yemək lazımdır, harda yatmaq lazımdır, hara getmək lazımdır və s. Female elephants stay with the group for their entire lives. Demək, dişi fillər bütün ömürləri boyunca qrupda yaşayırlar. They act as a grandmother or a mother to most of the group members. Onlar ya nənə kimi ya da ana kimi, yəni qrup üzvlərinin nənəsi və yaxud da anası kimi fəaliyyət göstərirlər. Males will only stay with the group members. Male will only stay with their family until they are adults. Erkəklər isə ancaq ailəsi ilə yetkin olana qədər yaşayırlar. Yəni böyüyənə qədər yaşayırlar. Later, males leave the family groups and begin to live alone or with other males. Daha sonra həmin bu erkək fillər ailə qruplarını tərk edir və ya yalnız yaşamağa ya da digər erkəklərlə yaşamağa davam edir. Elephants have very thick skin. Fillərin çox sıx dərisi, qalın dərisi olur. Their skin contains a lot of water which helps to cool them. Onların dərisində çoxlu su olur və bu da onların sərinləməyinə kömək eləyir. They protect their skin from sunburn by taking regular dust and mud bath. Onlar öz dərilərini günəş yanığından qoruyurlar. Mütəmadi olaraq toz və palçıq vannası etməklə. Yəni toza və palçığa girməklə. Elephants are not really very dangerous animals, but sometimes they can be very bad-tempered. Fillər çox daha təhlükəli heyvanlar deyillər, amma bəzən onlar çox pis vəziyyətdə ola bilirlər. Their most dangerous habit is to pick up a large stick or stone with their trunk and throw it with great force at someone standing nearby. Deyir, onların ən təhlükəli vərdişləri to pick up a large stick, yəni böyük bir çubuğu və yaxud da daşı götürürlər xortumları ilə və onu böyük sürətlə, böyük zərbə ilə kiməsə, yaxınlıqda olan kiməsə atırlar. Baxarıq birinci suala. What's the passage mainly about? Görürsünüz ki, söhbət fillərdən bəhs edir, fillərdən gedir və ona görə də doğru cavabımız olacaq burada. Baxaq görək. The giant land mammals. Böyük quru məməliləri. Demişik, hansı varianta yəni deyə biliriksə, bu variantımız doğrudur. Yəni fillər. A variantında ən təhlükəli heyvanlardır. Xeyr, demişik, burada yazılmışdı ki, fillər çox da təhlükəli deyirlər. Ona görə A yanlışdır. B-də deyir ki, male elephants of the group, qrupun erkək filləri, təkcə erkəklərdən yox, ümumi olaraq fillərdən söhbət gedir. C-də deyir, the role of the male elephant, yenə də erkək filin rolu, yenə təkcə erkəkdən söhbət getmir. Və Y variantında the leaders of elephant groups, deməli fil qruplarının liderləri, təkcə liderlərdən yox, ümumi olaraq fillərdən söhbət getdiyinə görə doğru cavabımız olacaq D variantı. İkinci sualda which statement is true, düzgün olanı istəyir bizdən. Baxırıq A variantına. Elephant's behavior toward is always safe. Always olan cümlələrdə də yenə problem ola bilər. Çünki həmişə deyirsə, deməli orada həmişə olmaya bilər. Baxın, deyir ki, fillərin rəftarı, yəni davranışı həmişə təhlükəsizdir, yəni rahatdır. Amma burada baxın, deyirdi ki, bəzən onlar çox pis ola bilirlər. Ona görə A variantımız yanlışdır. B variantında deyir ki, the head of the group is a male elephant. Erkəkdir, deyir, qrupun başçısı erkək fildir. Amma burada yazılmışdı ki, baxın, deməli, head of the group, head of a family,
Baxın, a woman who is the head of a family. Baxaq görə ailənin başçısı kimdir burada? Matriarx. Yəni matriarx da kim idi? Female, dişi idi. Ona görə erkək yox, dişi olmalıdır. B variantımız da yanlışdır. C variantında male elephants live with the groups till the end of their life. Yine bu səhvdir. Burada deyir ki, erkək fillər ömrünün sonuna qədər qrupda yaşayırlar. Xeyr, burada yazılmışdı ki, as the leader, matriarx, yəni dişi bütün qərarları verir və dişi fillər qrupda bütün ömürlərinin sonuna qədər yaşayırlar. Deməli, bu da yanlışdır. D variantında male elephants make decisions, yəni erkək fillər qərar verirlər. Bu da yanlış idi. Az öncə burada yazdıq. Deməli, lider olaraq matriarx bütün qərarları verir, yəni dişi bütün qərarları özü verirdi. Ona görə D variantı da yanlışdır. Doğru cavabımız olacaq Y variantı. Female elephants spend all their life in the group. Bəli, dişilər ömürlərini, baxın, bunun tam tərsidir. C variantının tam tərsidir. Bu da doğrudur. 3-də, what's the role of the matriarch in the group? Matriarx sözünü tapırsınız mətndə. Deyir ki, matriarxın qrupda rolu nə idi? Az öncə oxumuşduq bunu. Gəlin bir dəfə də baxaq. Deməli, bu hissədədir. Burada deyir ki, matriarx, a woman, bir dişidir. Hansı ki, qrupun ya da sosial qrupun başçısıdır. Və lider olaraq o nə edir? Qərarlar verir. Nə yemək lazımdır, harada yatmaq, harasa getmək lazımdır. Və bütün ömürlərinin sonuna qədər qrupda yaşayırlar. İndi baxacağıq burada doğru cavaba. Baxın, the matriarch make decisions for the group members. Qrup üzvləri üçün qərarlar verirlər. Sonra keçirik 4-cü suala. The most harmful habit of elephant is. Ən zərərli, yəni ən təhlükəli vərdişi nə idi? Burada baxın, yazılmışdı az öncə. The most dangerous. The most, baxın bu hissədə. The most dangerous habit nə idi burada? Böyük çubuğu və yaxud da daşı götürürlər və kiməsə tulluyurlar. Deməli, doğru cavab olacaq D variantı. Throwing stones and other things to people. 5-ci sualda bizdən yanlış olanları istəyir. Diqqətli olun. The skin of the elephant is very thin. Thin nə deməkdir? İncə. Amma burada nə yazılmışdı? Thick, yəni qalın. Thick ilə thin bu arada antonim sözlərdirlər, yadda saxlayın. Deməli, bu incə dediyinə görə bu səhvdir. Biri götürəcək. Bizdən səhvləri istəyir. 2-ci sualda 2 doğrudur. There are up to 20 elephants in a group. Uşaqlar düşünür ki, burada yazılıb ki, 20-dən çox fil var qrupda. Amma yadda saxlayın ki, up to-nun mənası qədər deməkdir. Yəni 20-yə qədər fil var. Burada da mətndə yazılmışdı və 6-20, yəni ən çox 20-dirsə 20-yə qədərdir. Bu doğrudur. Əgər over desəydi və yaxud da more than desəydi, onda 20-dən çox nəzərdə tutur. 3-cü sualda deyir ki, elephants rarely take dustin. Baxın, keçən dəfəki mətnin izahında dedim ki, rarely, hardly, only, never kimi sözlərdə cümlədə səhvlik ola bilər. Nəyə görə? Deyir ki, fillər nadir hallarda toz və palçıq vannasına girirlər. Amma burada baxın, deyirdi ki, günəş yanığından qorunmaq üçün regular, yəni müntəzəm olaraq palçıq və toz vannası eləyirlər. Deməli, 3 də burada yanlış olacaq. Doğru cavabımız olacaq elə 1 və 3, çünki bizdən yanlışları istəyir. Və 4-də də deyir ki, elephants can sometimes be dangerous, yəni fillər bəzən təhlükəli olur. Bəli, burada yazılmışdı ki, sometimes they can be very bad tempered. Bu qədər 4-cü mətnin izahı buydu. Əlavə sualınız varsa rəylərdə yazın. Videonun davamına gəlməyini istəyirsinizsə bəyənib abunə olmağı unutmayın. Hələlik.